mən hər cümənin sonunda bir dənə şəri məsələ deməyi özümə vəzifə qoymuşam. Şəri məsələ, bugün nə deyim, o qədər məsələlər çıxdı qarşıma, biri gəldi zehnimə. Çox təəssüflər olsun ki, xalqımıza bir pandemiya yoluxub. Boşanma bəlası artıq mən deyərdim, elə bir nəsil yoxdur ki, orada bu bəlaya düşən olmasın. Boşanma bəlası. Bu bəladan sonra bir bəla gəlir. Boşanandan sonra cəmiyyətin şəri, dini vəzifələrin bilməməsindən ötürü fəsadlar dərinləşir. Vəssalam, çıxartdı evdən xanımı getdi, daha təlaq, deyirsən ki, ay balam, əgər yaşamayacaqsan biri də təlaq oxunmalıdır, şərən təlaq oxunmalıdır. Deyir, verməyəcəm təlaqını, qoy geçsin, asılı qalsın. O xanım da şəri vəzifəsini bilmir, gedir, nə bilir təlaq nədir, din nədir. Gedir, bir elçisi olur, onunla ərə gedir. Mən bu hökmü deyirəm. Bir adam təlaq oxumasa, xanımın evdən çıxarsa, göndərsə, nə qədər ki təlaq oxunmayıb, onun bütün xərcləri, haqqı o kişinin boynundadır. Yeməyin verməlidir, geyməyin verməlidir, bu haqq onun boynundadır. Təlaq oxuyandan sonra xanımın vəzifələri. 3 ay müddətində xanım heç kimə ərə gedə bilməz. Şəriət barışıq üçün müddət qoyur. 3 ay müddətində heç kimə ərə gedə bilməz. 3 ay müddətində əgər bu kişi rizi təlaq oxunubsa, barışma hüquqları var, barışsalar kəbin də oxunmayacaq. 3 ay keçsə, barışsalar inşallah kəbin yenilənəcək, amma təlaq oxunandan sonra, nə qədər təlaq oxunmayıb ərə gedə bilməz, təlaq oxunandan sonra 3 ayda heç kəsə ərə gedə bilməz. Bir də görürsən, oxutdurmayıb təlaqı, xanımdır, gəlib bir ildən sonra elçisi düşüb. Da mən üçün təlaq oxu, mən ərə gedirəm, bu cür olmaz, gərək 3 ay. Əri ölmüş xanım 4 ay 10 gün müddətində iddə saxlamalıdır ərə getməkdən ötürü. Ərdən boşanmış xanım 3 ay müddətində iddə gözləməlidir, sonra başqası ilə evlənə bilər. Əgər bu müddətdə, iddə müddətində bir xanım başqası ilə münasibətdə olsa, həmin münasibətdə olduğu adama əbədi olaraq haramdır. Daha onların şəriət evlənməsinə qadağa qoyur. Onlar heç vaxt bir-birinə halal ola bilməz. Allah Teala bu boşanma bəlasına ölkəmizdə son qoysun inşallah. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yekun lehu